duaların qəbul olunma səbəblərindən birisi ən təduallah, Allaha dua edirsən, yəqinliklə ki, Allah Teala sənin duanı qəbul edəcək. Yəni gözəl zəndə olursan. Çalış Rəbbinə qarşı pis düşüncədə olma. Çünki pis zən duaların qəbulu üçün nədir? Maniyədir. Həmçinin çoxlu günahlarla dua edirsənsə, duaların qəbul olmaz. Nə deməkdir? Bağışlanma dilə. Yəni, günahlardan tövbə et. Və həmçin gözəl zənn nə deməkdir? Rəbbim mənim dualarımı qəbul edəcək. Çünki Allah Teala iblis dua edərkən onun duasını qəbul etmişdir. Qal Rabbi fəənzirni ilə yevmi yub'asun. Saf surəsi demişdir ki, ey Rəbbim, mənə qiyamət gününə qədər möhlət ver. Allah ona möhlət verdi. Sən isə Rəbbinə iman gətirən birisən. Niyə Rəbbin sənin dualarını qəbul etməsin ki? Rəbbin sənin dualarını qəbul edəcək. Yəni, sidq ürəklə dua et. Sidq ürəklə nədir? Rəbbinə dua et.